Salam dəyərli müdavimlər, abituriyentlər, xoş gördük hamınızı. Mən Akşin Tahirov, tarix müəllimiyəm. Dəyərli yoldaşlar, vaxt itirmədən keçirik növbəti mövzumuza. Növbəti mövzumuz Axun imperatorluğu, yəni Axun dövləti. Axunlar harada yaşayırdılar? Axunlar Qafqazdan Hindistana qədər ümumilikdə götürsək yaşayırdılar. Deməli, qədim dövr mənbələri kadusilərlə eyniləşdirir axunları, orta əsr mənbələri abdal tayfaları ilə axunları eyniləşdirir abdal, yəni eftal tayfaları belə götürək. Deməli, Pyotrun həyatı adlı bir mənbə var, kitabınızda belə də yazılıb. Bu mənbədə deməli, axunlar İverlərin qonşusu, yəni Gürcüstanın qədim xalqı İverlərin qonşusu kimi göstərilir və hətta İver hökmdarı Farsmanın da hakimiyyətə gəlməsində deməli axunların rolunu göstərir. Deməli Asiya Hun imperatorluğu, yəni Böyük Hun dövləti imperatorluğu dağıldıqdan sonra bildiyimiz kimi Hunların köçü var. Şimali qərbə və cənubi qərbə. Şimali qərbə gedən böyük bir hissə İdildən qərbə doğru, yəni Volqadan qərbə doğru çıxır gedir və bundan öncə keçdiyimiz Avropa Hun dövlətini yaradır, hansı ki Balamir keçmişdik. İkinci bir hissə, nisbətən kiçik bir hissəsi isə Qərbi Türkistana doğru hərəkət edir. Yəni, olduqları yerdən cənubi qərbə doğru, Qərbi Türkistana doğru hərəkət edir. Bax, bunlar Axunlardır. Axunlar 4-cü əsrin ikinci yarısında, təqribən 370-380-ci illərdən söhbət gedir, yaradırlar Axun dövlətini. Axun dövləti mövcud olub 567-ci ilə kimi. Yəni, yaranması Qərbi Hun dövləti, Avropa Hun dövləti ilə eyni vaxta düşür. 4-cü əsrin ikinci yarısı. Deməli, sərhədləri Monqolistanın qərbindən Xəzərə doğru uzanırdı. Yəni, qərbi Monqolistandan Xəzərə doğru bütün ərazilərdə Axun dövlətinin sərhədləri keçirdi. Demək, qərbdə Sasani dövləti ilə sərhəddə idi. Şimalda da Göytürk dövləti var idi. Yəni, Axun dövlətinin qərbi Sasanilər, şimalı Göytürklər idi. 5-ci əsrdən başlayaraq Eftal xanın adı ilə Eftalitlər dövləti adlanır. Biraz öncə dediyimiz Abdal, Eftal, bunlar eyni adlardır. Paytaxtı da Sakala şəhəri idi. Axun dövlətinin paytaxtı Sakala şəhəri idi. Axun dövlətinin hökmdarlarından Aksuar xan haqqında danışaq. Aksuar xan 430-cu ildə hakimiyyətə gəlib. 430-cu ildə Axun dövlətində hakimiyyətə gəlir və çox uzun bir müddət hakimiyyətdə olur. Hakimiyyətdə olduğu dönəmdə Sasanilərlə uğurlu müharibələr aparır. Demək olar ki, Sasaniləri asla salmışdı. 5-ci əsrin ortalarında Sasanilərlə müharibə nəticəsində İran yaylasının şərqini və Türkistanı ələ keçirdir. Hətta 484-cü ildə Herat tutulur. Herat ərazisi tutulur. Turan taktikası ilə Şahənşah Firuzu 2 dəfə məğlub edir. Bir dəfə Turan taktikası ilə, bir dəfə də başqa hərbi taktika ilə məğlub edir. Deməli, Şahənşah 1-ci Qubada köməklik göstərir. Nədə? Bildiyimiz kimi Qubadın dövründə Məzdəkilər hərəkatı var idi. Məzdəkilər hərəkatının yatırılmasında 1-ci Qubada köməklik göstərir və qızını, Aksuar xan qızını 1-ci Qubadla deməli, nigah edir və nəticədə Xosrov Ənişurabanı biz bilirik. Sasanilər dövlətindən Xosrov Ənişuraban anası Türkdür, yəni Axundur. Biz Türkistan sözünü işlətdik burada, yəni Türkistan haradır? Adətən bunu tez-tez sual verirlər abituriyentlər, müəllim, Türkistan konkret haradır? Dəyərli yoldaşlar, Türkistan digər adı ilə Turan yurdu, Turan, yəni Türklərin yurdu. Mərkəzi Asiya, Çinin Sinstian Uyğur vilayəti, diqqətli olun, Mərkəzi Asiya, Mərkəzi Asiya, Çinin Sinstian Uyğur vilayəti, Sibirin cənubu, Cənubi Sibir, İranın şimali şərqi, Əfqanistanın da şimalı, bu bütövlükdə Türkistan adlanır. Türkistanın sonradan biz qərbi, şərqi Türkistan olaraq bu adlardan istifadə edirik, rastlaşırıq. Deməli, Qərbi Türkistan
Mərkəzi Asiyadır. Mərkəzi Asiya. Mərkəzi Asiya Qərbi Türkistandır. Digər qalan bütün ərazilərə biz Şərqi Türkistan kimi baxırıq. Deməli, dəyərli yoldaşlar, Mihriqulu xan. Mihriqulu xan 6-cı əsrdə hakimiyyətdə olub, 6-cı əsrin əvvəli gəlir hakimiyyətə. Diqqət edin, Axun imperatorluğunun ən qüdrətli hökmdarı Mihriqulu xandır. Mihriqulu xan güclü nizami ordu yaradır. Bu ordunun 700 döyüş fili var idi. Çox nəhəng bir ordu yaradır. Deməli, bütün şimali qərbi Hindistanı tabi edir. Sürətli hücumlarla, illərlə çəkən hücumlarla şimali qərbi Hindistanı tabi edir. Mihriqulu xanın dövründə Axun imperatorluğunun ərazisi, diqqət edin, Tibetdən Xəzər dənizinə kimi, Hindistanın şimalından Aral gölünə kimi olan əraziləri əhatə edirdi. Gəldik Axun imperatorluğunun süqutuna. Səbəbləri nə idi? Axun imperatorluğu elə nəhəng, güclü bir dövlət nədən süqut etdi? Səbəbləri, ərazisi çox genişlənmişdi və bu geniş ərazini idarə etmə çətin idi. Etirazlar, mərkəzi hakimiyyətə qarşı etirazlar, xalqların üsyanları, bunlar da deməli süquta təsir edirdi. Müxtəlif dinlərin ölkə ərazisində yayılması, dini ayrı-seçkilik, feodalların, xüsusən iri feodalların müstəqillik arzuları, bunları hamısı gətirdi, deməli, Axun imperatorluğunun süqutuna çıxartdı və nəhayət Sasani dövləti ilə Göytürk dövlətinin birgə ittifaqı və müttəfiqlərin 567-ci ildə hərbi müdaxiləsi ilə Axun imperatorluğu süqut etdi. Dəyərli yoldaşlar, Türk dövlətlərinin izahına davam edirik, izləmədə qalın.